Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabah Ramazan ayının 16-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən martın 16-sında imsak vaxtı 05:25, iftar vaxtı isə 19:03-dədir. İmsak duası. İlahi, bugün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et. Məni pis adamlardan uzaqlaşdır. Bugün məni öz rəhmətinlə behiş qərargahında yer ver. Allahlığına and verirəm. Ey aləmlərin Allahı. Amin. İftar duası. İlahi, səndən ötürü oruç tutdum, sənin verdiyin ruzi ilə iftarı açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Amin. Allah orucunuzu qəbul etsin. Amin.